Abşeronda məscidin axundu yetkinlik yaşına çatmayan tələbəsini qaçırıb. Polis dərhal hərəkətə keçib. Hazırda hər iki şəxsin axtarışı aparılır. Hadisəni araşdıran əməkdaşlarımız digər faktların da şahid olublar. Təfərrüatlarını Rəşad Vəkiloğlu danışacaq. Dərsə getmirdi. Çünki həm tətil idi, həm də özümdə qoymurdum ki, artıq Quranı bilirsən, evdə oxuyun. Abşeronda məscidin axundu məsciddə dini təhsil almağa gələn 16 yaşlı qızı qaçırıb. Hadisə rayonun Aşağı Güzdəy qəsəbəsində baş verib. Turab Tahirov bu qəsəbəyə axund kimi 4 il öncə dini qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən təyin olub və elə axund olaraq bu məsciddə 5 il yaxınmış ki, fəaliyyət göstərilmiş. Qaçırdığı qız isə 12 yaşından 2 ay öncəyə qədər bu məsciddə Quran dərsləri deyən qadın müəllimlərdən təhsil alıb. Atasının məlumatına görə qızının axundla münasibətinin olmasını 2 ay öncə öyrənib və qızının bu məsciddə dərs almasına qadağa qoyub. Ancaq qızı ayın 17-sində elə axund tərəfindən evdən çıxarılaraq qaçırılıb. Quran dərsi almağa gedirdi. Dərsdə qadın müəllimi idi. Yəni o sırf o dərsində olmayıb. O oğlan uşaqlarla dərs deyirdi. Qadın müəllimi qadınlara deyirdi. Üstəlik axundla görüşüb ona xəbərdarlıq edib. Görünən odur ki, görülən tədbirlər və xəbərdarlıqların təsiri olmayıb. 2 aydır mənə məlumat gəlmişdi, sənin uşağı o adam istəyir, göbəylir. Mən həmən şəxs tutdum, danladım, ağzımdan gələn dedim ki, ayıb olsun sənsin. O sənin qızın yerində, sən onu əmsiz sayılırsan. O da dedi ki, hə, mən bilməmişəm, səhv elədim. Əldə etdiyimiz məlumata görə axundla qızın atasının dostluq əlaqələri olub və axund onlara elçi də gəlib. Lakin ailə buna etiraz edib. Çünki Turab Tahirov qızdan 22 il böyük olub. Üstəlik bu onun birinci evliliyi olmayıb. Uşağın anası mənə dedi ki, belə bir söhbət var. Gəlib anasına çatdırıblar ki, sənin uşağı üçün belədir. Elçi də gəliblər axı. Yəni o adam gəlib buna deyib, o adamı da anası danlayıb yola salıb ki, kim gəlib elçi? Ora dini dərsə gedən qadınlardan biridir, bu 200 sakinidir. Atası deyir ki, övladının qaçırılmasından xəbər tutan kimi dərhal ərazi üzrə polisə məlumat verib. Evdən xəbər elədilər mənə ki, uşaq balaca qız, ata bacı getdi, son zəngi olmuşdu onun. Buradan saç usatlayan parıqmaq, oradan dırnaq azar götürmüşdü. Nəmlə ilə uşaqdır, həvəsə onlara qaytarmağa. Oradan da məscidə deyəsən gedib, onun kitabı qoymağa məscidə, oradan götürüb faydalandığı var. Oradan o su istifadə edib, mən uşağımı qaçırılıb. Daha sonra qızını geri qaytarmaq üçün axundun yaşadığı Göyçay rayonu Aşağı Məryəm kəndinə gedib. Lakin kənddə nə qızını, nə də Turab Tahirovu gördüm deyən olmayıb. Çarəsiz qalan ata yenidən Abşeron polisinə üz tutub. Evin adresini tapdım, darvazasını döydüm. Pencərədən baxıldı, heç kim çıxmadı çölə. Mənə dedim ki, burada bir hadisə baş verər. Yəni qanun pozuntusu mən olaram. O ki qaldı. Qızın qaçırılmasına bildirildi ki, qız evdən son zəng üçün götürdüyü kirayə əşyaları qaytarmaq bəhanəsi ilə çıxıb. Günün sonunda qaçdığını dayısı qızına deyib. Dayısı qızına mesaj atıb ki, mən filankə tərəfindən qaçırmışam. Mesaj zəng edib desən, onun telefon əlaqəsi sönüb, heç bir əlaqə yoxdur. Təşrih zamanı məlumat aldıq ki, qəsəbə məscidində bir neçə ildir ki, axund kimi işləyən Turab Tahirovdan dəfələrlə aidiyyəti qurumlara şikayət olub. Pulla bağlı, digər məsələlərlə bağlı kənd cəmiyyətindən narazılıqlar var idi. Axundla bağlı. Bununla da bağlı biz bütün məlumatları aidiyyəti orqanlara vermişdik. Sözü gedən məsələlərdə pulun yığılması, pulun yoxa çıxması məsələləri var idi. Aşağı Güzdəy ərazi nümayəndəliyindən isə bildirildi ki, hadisədən sonra ərazi nümayəndəsi həm qaçırılan qızın atası, həm də dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri ilə əlaqə saxlayıb. Axund və qaçırılan qızla bu günə kimi əlaqə saxlamaq hələ ki mümkün olmayıb. Həm məsciddə olduq, həm də ki nümayəndəlik tərəfindən uşağın evində baxış keçirtdik və atası ilə də söhbətimiz oldu bu haqda. Dini qurumlarla iş üzrə Dövlət Komitəsindən isə məsələ ilə bağlı heç bir mövqe öyrənə bilmədi. Hazırda hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər. Qaçırıldığı deyilən 16 yaşlı qız sosial şəbəkələr vasitəsilə video müraciət yayıb, izləyək. Mən 17.06.2025-ci il tarixində Turab Tahirov Əlqan oğlu ilə bərabər öz rızamla, öz istəyimlə, heç bir zorakılıq, heç bir məcburiyyət olmadan, heç bir təhdid olmadan öz istəyimlə gəlmişəm. Sadəcə niyyətimiz xoşbəxt olmaqdır, ailə qurmaqdır, evlənməkdir. Burada heç bir zorakılıq görmürəm, çünki heç bir zorakılıq yoxdur. Sadəcə öz rızamla gəlmişəm və gəldiyimə də peşman deyiləm, çox xoşbəxtəm, yaxşı işlə gəlmişəm.